Deməli, bir izləyicimiz 3 ədəd verilərsə, bu necə tapmaq olar, onu soruşub. Gəliniz birlikdə öyrənək. İlk növbədə 18, 24, 30 ədədlərini vuruqlara ayıracağam. 18-i vuruqlara ayırsam 18 2-yə bölünür, 9 alınır, 3-ə bölünür, 3, 3, 1 alınır. 24-ü vuruqlara ayırsam 2-yə bölünər, 12 alınır, 2-yə bölünər, 6 alınır, 2-yə bölünər, 3, 3, 1 alınır. 30-u vuruqlara ayırsam 2-yə bölərik 15, 3-ə bölərik 5, 5 və 1. Bu şəkildə ayırdım. Biz 2 ədədlə bunu tapanda nə edirdik? İkisində də eyni olanları götürüb bir-birinə vururduq. 3 dənədirsə, üçündə də eyni olanları götürüb bir-birinə vuracağım. Baxıram ki, burada 2 var, burada da 2 var, burada da 2 var. Deməli, 2-ni götürüm yazım aşağı. Baxıram ki, başqa kim yoxdur. 3-lərə fikir verin. Burada 3 var, burada 3 var, burada 3 var. 2-ni vurursunuz 3-ə, alırsınız 6. Məsələn, əbəb olacaq 6. Fikir verin, başqa ortaq heç nə yoxdur. Deməli, cavab olur C variantı.